İslam dini dünyadan tamamıyla üz döndərməyi bizlərə əmr etmir. Lakin dünyanı ahirətdən üstün tutmağı, imanı maddiyata satmağı və dünya naminə dünyəvi prinsiplərdən üz döndərməyi bunu qınayır və belələrini azğın olaraq adlandırır. Rəbbimiz ayədə buyurur ki, o kəslər ki, dünyanı ahirətdən üstün tutur, insanlara Allahın yolunu əyri göstərməyə çalışır, onlar dərin bir azğınlıq içərisindədirlər. Demək ki, dünyanı ahirətə satmağı Allah Teala bu azğınlığa gedən bir yol kimi bizlərə bildirir. Yəni, dünya həyatı müvəqqətidir, əslində imtihan yurdudur, lakin insan əbədi olan ahirəti bu dünyada tez-tez unudur. Rəbbimiz Hədid surəsində buyurur ki, bilin ki, dünya həyatı oyun, əyləncə, bərbəzək, bir-birinizin yanında öyünmək, var dövlət, övladlarınızın sayı barəsində bir-birinizin yanında üstün gəlmək yarışından ibarətdir. Görün, ayət-i kərimə bizlərə dünyanın mahiyyətini necə də gözəl izah edir. Yəni, bu dünya sadəcə boş bir şeylərlə əslində insan vaxtını keçirir. Əbədi yurd olan ahirətini unudur. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir hədisdə buyurur ki, Allaha and olsun ki, mən sizin kasıb olmanıza görə əndişə etmirəm, narahat olmuram. Lakin dünya nemətləri sizin önünüzdə qoyulub, siz də onun arxasınca getməyinizə görə buna görə narahatam. Necə ki, sizdən əvvəlki ümmətlər belə etdilər və həlak oldular, siz də bu səbəbə görə həlak olmanızdan qorxuram. Demək ki, dünya nemətləri insanı əslində həlakə doğru aparır. İnsan dünya nemətlərinə daldıqca ahirətini unudur. Bəs biz necə edək ki, bu dünya nemətlərinə qarşı sevgimizi Allah rizasına çevirək? Çünki biz dünyadakı nemətləri Allah rizası üçün sevməliyik. Amma bir həqiqət də vardır ki, bu sevgi insanda ixtiyari deyildir. Məsələn, biz atamızı, anamızı, övladımızı, ətrafdakı bütün gözəllikləri, gülü, çiçəyi, ləziz yeməkləri, meyvələri ixtiyari olaraq sevmirik. Qeyri-ixtiyari olaraq onlarda bir sevgi vardır onlara qarşı. Biz bu sevgini necə Allah rizasına çevirə bilərik? Ya biz onları gözümüzdə çirkin göstərməklə, ya da bu gözəllikləri əslində Allahın bir aynası olduğunu düşünməliyik. Yəni, Allahın gözəlliklərini yansıdan bir gözəlliklər olaraq bunları anlayaraq əsl sevgiyə, yəni həqiqi olmayan sevgidən əsl sevgiyə yönləndirə bilərik. Bunu daha da açsaq, əziz qardaşlar, yəni dünyadakı bütün gözəlliklər ki, biz onlara qeyri-ixtiyari olaraq sevgi bəsləyirik, əslində onlar hər biri Allahın gözəlliklərini yansıdırlar. Bir növ ayna rolunu oynayırlar. Məsələn, önümüzə bir ləziz bir meyvə qoyulubdur. Bir var ki, bu meyvəni heç bir şey düşünmədən, iştahla, durmadan yeməyimiz vardır. Bir də var ki, önümüzə gözəl bir meyvə qoyulub. Ya Rəbbi, necə də gözəl bir nimət bəxş etmişsən deyərək. Ya Rəbbi, necə də bunu gözəl dadda, gözəl çeşiddə yaratmışsan deyərək yemək vardır. Həqiqətən də o dadı verən, o gözəlliyi verən ona əlbəttə ki, Allahdır. Onlar sadəcə ilahi gözəlliyi yansıdan aynalardır. Ona görə də onları sevərkən əslində əsl sevgi Allaha olmalıdır. Sevgi bu şəkildə olarsa, dünyaya duyulan sevgilər heç bir zaman qınanmış sayılmaz. O zaman Allah rizası üçün sevmiş olarıq. Məsələn, valideynimizə olan sevgi də bu şəkildə olmalıdır. Övladımıza olan sevgi də bu şəkildə olmalıdır. Bizim valideynə olan sevgimizin Allah rizası olması üçün bunu necə edə bilərik? Övladlarımızı Allah Teala valideynə olan sevgimiz, valideynin bizə olan sevgisi necə meydana gəlir? Onlar bizə necə şəfqət və mərhəmət hissi ilə yanaşırlar?
İnsan dünyaya gelmemişten önce, evlat dünyaya getirmeden önce onlar bu sevgiye, bu şefkate malik olmurlar. Bu sevgi ve merhamet onlarda sonradan meydana gelir. Onlar yemirler, içmirler, bize yedirirler, bize istirirler, bazen giyinmirler, bize giyindirirler. Aha bu şefkat onlarda hardan meydana gelir? Evveller onlarda bu şefkat, bu merhamet olmur. Sonradan meydana gelir. Demek ki Allah Taala'nın sevgisi de yansıyan. Odur ki, ya Rabbi, mən atamı, anamı sevirəm, əslində mən səni sevirəm. Çünki o sevgi səndən yansıyan bir sevgidir. Əgər bu onlarda sən şəfqəti, mərhəməti onların qəlbinə qoymasaydın, onlar mənə mərhəmət bəsləməzdilər. Hətta Allah Taala bunu nəinki insanlara, heyvanlara da, ən yırtıcı heyvanlara da bu şəfqəti, mərhəməti bəxş etmişdir. Bizim valideynlərimizi sevməyimizin əlaməti nə olacaqdır? Bəs Allah rizası olmasının əlaməti nə olacaqdır? Əgər onlar yaşlaşdığı zaman biz onlara mərhəmət qanadımızı gələ biliriksə onlara uf demiriksə, onların qeydinə qala biliriksə, onları Allah rizası sevməyimizin əlamətidir. Övladlarımızı da eyni şəkildə sevməliyik əziz qardaşlar. Bu dünyaya bağlı sayılmır. Övladlarımızı bizə bəxş edən kimdir? Əlbəttə ki, Allah Taaladır. Ana bətində ona görən gözlər, eşidən qulaqlar, danışan dil verən Rəbbimiz Allahdır. O ona şəkil verir. O onu bizə əmanət olaraq bəxş edir. Demək ki, bizim ona sevgi bəsləməyimiz, gecə-gündüz yatmayıb onların qeydinə qalmağımız əslində Allahın o sevgisidir onlara bəsləyirik. Allahın sayəsində biz onlara sevgi və mərhəmət bəsləyirik. Bəs övladımızı Allah rizası üçün sevməyin əlaməti nədir? Dedi ki, onlar Allah tərəfindən bizə verilən bir əmanətdir və bunu əmanət olaraq biləriksə, Allah o əmanəti bizim əlimizdən aldığı zaman da biz əgər üsyan etmiriksə, demək ki, biz övladlarımızı da Allah rizası üçün sevirik. Bu əmanət, bu əlamət bununla bilinir. Digər şeylərə olan sevgi də bu şəkildə olmalıdır əziz qardaşlar. Göydə uçan quşa, dənizdə üzən balığı olan sevgimiz də vardır. O gözəlliklərə insan qeyri-ixtiyari olaraq onları sevir. Bütün ləziz yeməklər, meyvələr, onların arxasındakı qüdrəti və hikməti dərk etmiriksə, demək biz baş gözümüzlə baxmırıq. Biz ruhumuzla, qəlbimizlə baxmırıq. Rəbbimiz ayədə buyurur ki, həqiqətən göylərin və yerin yaradılmasında, gecə ilə gündüzü bir-birini əvəz etməsində ağıl sahibləri üçün ibrətlər vardır. Əgər biz bir çiçəyə baxarkən uca Allahın Əl-Musavvir, yəni ona şəkil verən, ona gözəllik verən sifətini dərk etmiriksə, əgər yağış yağarkən yağan damlalardakı uca Allahın Ər-Razzaq sifətini görə bilmiriksə, ruzu verən sifətini görə bilmiriksə, günəşə, aya, günəşə, ulduzlara baxarkən uca Allahın Əl-Həkim sifətini görə bilmiriksə, demək biz baş gözümüzlə baxmırıq. Biz baxmağı deyil, düşünməyi unutmuşuq. Bir rəsmə baxdığımız zaman bu necə də gözəl rəsm deyirik. Sadəcə başımız onun rənglərinə qarışırsa, əsl o rəssamı unuduruqsa, sənətkarı unuduruqsa, demək ki, biz sadəcə baş gözümüzlə baxırıq, ruhumuzla, qəlbimizlə baxmırıq. Odur ki, dünya və içindəki gözəllikləri sevdiyimiz zaman bu nə qədər gözəldir deyil, gözəldir deməməliyik, bu nə qədər gözəl yaradılmışdır deməliyik. Dilimizi buna alışdırmağa çalışmalıyıq. Siz həyat yoldaşınızın sizdən başqasını sevməyinə könlünüz necə razı ola bilər? Yəqin ki, nə demək istədiyimi anladınız. Dünyadakıları sevəcəyik, lakin Yaradanı unutmadan sevəcəyik. Sədi Şirazi bu halı gözəl bir şəkildə izah edir insanın dünyaya bağlanmasını. Arı ilə bəhməz misalında. Arı bəhməzin içərisində onu yeməyə başlayır. Bilmədən ayaqları da, qanadları da biraz keçəndən sonra batır və doyduqdan sonra uçmaq istədikdə nə qədər çırpınsa da oradan çıxa bilmir. İnsan da belədir. Dünya nemətlərinə o qədər dalır, dünyaya o qədər dalır ki, axırda ömrü sona çatdığı zaman hər şey bitmiş olur. Həmçinin bunu bir
gəmi və dəniz misalı kimi də Allah dostları izah edirlər. Dəniz, gəmi insandır, dəniz də dünyadır. Gəmi dənizdə üzməlidir, insan da bu həyatda yaşamalıdır. Amma əgər dənizdən o gəminin içərisinə su dolarsa, o gəmi batar. İnsan da dünya nemətlərinin içərisində sadəcə dünyanı düşünərsə, o da dünya dənizindən onun qəlbinə dolarsa, artıq onun çöküşü başlamışdır demək. Əziz qardaşlar, bugün tez-tez İslam gericilikdir, din gericilik deyərək insanlar yolundan azdırılır. Namazdan insanlar çıxırlar, yolunu azırlar. Halal haram artıq ayırt edilmir. Bu əslində insanın dünyəviləşməsi deyildir, bu imandan uzaqlaşmaq deməkdir. Xitabım gənclərədir. Siz bu ümmətin əslində ümidisiniz. Sizlər gələcəyin bir atası, gələcəyin bir müəllimi, gələcəyin bir rəhbərisiniz. Bilin ki, bu həyat bizlər üçün gözəl göstərilir, cazibədar göstərilir. Amma bu cazibədarlıq bizi aldatmamalıdır. Sosial mediada, reklamlarda o dünya gericilikdir şəklində pıçıltılar, sonra tövbə edərsən ki, pıçıltılar əslində şeytanın pıçıltılarıdır. Rəbbimiz buyurur ki, ey iman gətirənlər, şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə gedərsə, bilsin ki, o insanlara sadəcə çirkin işləri və pis əməlləri əmr edərlər. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, İslam başladığı kimi qərib olacaqdır. Qəriblərə müjdələr olsun. İslam başladığı zamanda elə bu şəkildə başlamışdır. Yəni, insanlar tərəfindən qınanırdı. Kim İslama tərəf gedirsə, onlar qınanırdı. Düzdür, bugün ibadət edənlərin sayı azdır. Lakin bu azlıq bizi narahat etməməlidir. Əgər bu azlıqla çoxluq arasında, seçim arasında qalmışıqsa, azlığı və dürüstlüyü seçməliyik. Və gənclər xüsusi olaraq özlərinə bunu söz verməlidirlər. Biz dünyaya deyil, Allaha qul olmağa gəlmişik. Biz imanımızı rahatlıq üçün satmayacaq. Biz dinimizi geyim, musiqi, müasir texnologiya girdabında yox etməyəcəyik. Biz Allahın razılığına can atacaq. İnsanların müvəqqəti razılığına deyil. Unutma ki, ahirət haqdır, ölüm haqdır və bu gənclik bir gün bitəcəkdir. Bu peşmançılıqla bitməməsi üçün bu şeyləri özümüzə söz verməyə çalışmalıyıq. Allah Teala bizləri və gələcəyimiz olan gənclərimizi dünyaya dalıb ahirəti unudanlardan etməsin. Amin.